Pakistan bütünlükdə şimal-şərq yarımkürəsində yerləşən federativ inzibati ərazi quruluşuna malik olan respublikadır. Ərazisi yalnız bir işıqlama qurşağında yerləşir. Tropik xətti kəsmir. Şimal hissəsi Alp-Himalay seysmik qurşağında yerləşir. Şərq hissəsində Hindistanla sərhəddində Tar səhrası yerləşir. Ən iri çayı Hind çayıdır. Hind çayı öz başlanğıcını Çindən götürür, Hindistan ərazisindən keçir və böyük məsafədə Pakistan ərazisindən axaraq Ərəbistan dənizinə tökülür. Paytaxtı İslamabad şəhəri, ən iri liman şəhəri isə Kəraç şəhəri hesab edilir. Ərazisində səhra və yarımsəhralar geniş rast gəlinir, şimal hissəsində isə savannalar mövcuddur. Sərhəd olduğu ölkələr Çin, Əfqanistan, İran, Hindistan. Bu dövlətlərlə quru sərhəddə malikdir. Əhalisinin sayı 228 milyon nəfərdir. Əhalisinin sayı 200 milyon nəfərdən çox olan iki İslam dövlətindən biridir. Əhalisi İslam sivilizasiyasına aiddir, Hind-Avropa dil ailəsinə məxsusdur.